Bakının Nizami rayonundaki şərab mağazalarının birində martın 6-sı axşam saatlarında quldurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə naməlum şəxsin mağazada işləyən 21 yaşlı satıcını kəsici deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talayıb. Hadisənin görüntüləri ambanın kameralara düşüb. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov artıq saxlanılıb. Baş vermiş faktla bağlı araşdırmalar davam etdirilir.